Azərbaycan xalqının tarixində, Müsəlman aləminin tarixində nə keçmiş Rus imperiyasında, nə də Sovet imperiyasında o cürə zirvəyə çatan Azərbaycanlı müsəlman olmamışdı. Bu da tarixdir. Bəziləri deyirlər, Heydər Əliyev Halit biri olubdu, nə bilim, nə olubdu. Ben olmuşam. Ben buna fəxr edirəm. Çünki Azərbaycan xalqını tanıtmışam. Azərbaycan xalqını o Kremlin sarayına qaldırmışam. Bundan fəxr edirəm. Və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazır.